Yevlax rayonunda 3 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası baş verib. Tükürpədən olayın təfərrüatları sujetdə. Yanvarın 22-si saat 05:35 radələrində Bakı-Qazax magistralının 304-cü kilometrliyində Yevlax rayonunun Aran qəsəbəsi ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. Dəhşətli qəza zamanı VAZ 2107 markalı minik avtomobili yüksək sürətlə hərəkət edərək Volkswagen Passat markalı avtomobillə toqquşub. Nəticədə VAZ 2107 markalı minik avtomobilində olan 6 nəfərdən 3-ü, sürücü Abşeron rayon sakini 1968-ci il təvəllüdlü Qasımov Eldar Əlioğlu və sərnişinlər 1970-ci il təvəllüdlü Məmmədova Bağdad Əli qızı, 1955-ci il təvəllüdlü Məhərrəmova Dilarə Əli qızı yerindəcə dünyalarını dəyişiblər. VAZ 2107-də olan digər 3 nəfər Gədəbəy rayonunun Şıxlı kənd sakini 1988-ci il təvəllüdlü Məmmədova Mirvari İlqar qızı, 2001-ci il təvəllüdlü Məhərrəmov Mehrab Etibaroğlu və 2012-ci il təvəllüdlü Məhərrəmov Zaur Sərxanoğlu aldıqları bədən xəsarətləri ilə təcili və təxirə salınmaz tibbi yardım stansiyasına çatdırılıblar. Vəziyyətləri ağır olduğu üçün hər üç şəxs Yevlax şəhər mərkəzi xəstəxanasının anesteziologiya və reanimasiya şöbəsinə yerləşdiriliblər. Məmmədova Mirvari İlqar qızı 1988-ci il təvəllüdlü Gədəbəy Şınıq kənd sakini. Sol əlin 5-ci barmaq sümüyünün yerini dəyişən sınığı ilə Məhərrəmov Mehriban Etibaroğlu 2001-ci il təvəllüdlü Abşeron rayon Xırdalan qəsəbə sakini. Qapalı kəllə beyin travması, baş beyin sirkələnməsi diaqnozu ilə həmçinin çənə sümüyü sınığı. Üçüncü xəstə Məhərrəmov Zaur Sərxanoğlu 2012-ci il təvəllüdlü qapalı kəllə beyin travması, baş beyin sirkələnməsi. 07 markalı avtomobilin sürücüsü Qasımov Etibar Əlioğlu 1968-ci il təvəllüdlü, bu da Abşeron rayon Xırdalan sakini, hadisə yerində vəfat etmişdir. Məmmədova Bağdad Əli qızı 1970-ci il təvəllüdlü, bu xəstə də hadisə yerində vəfat etmişdir. Məhərrəmova Dilarə Əli qızı 1955-ci il təvəllüdlü, bu da hadisə yerində vəfat etmişdir. Hadisə yerində 3 nəfər 07 markalı avtomobilin sürücüsü və sərnişini vəfat etmiş, 3 nəfər xəsarət almışdır. Passat markalı avtomobilin sürücüsü Gəncə şəhər Üsaylı xəstəxanaya müraciət etmişdir. Faktla bağlı araşdırma aparılır. İşbin Qasımlı, Talih Rəsulov, LTV Yevlax.